Salam, sabahınız xeyir olsun. 19 yanvar günü 2026-cı il tarixi həftənin birinci bazar ertəsi günüdür. Həftəmiz uğurlu başlayıb uğurlu başa çatsın. Bu həftədə həm işləyənlər, eləcə də bugün də işinə, gücünə gedənlər, evlərində oturub ev işləri ilə, evdarlığı ilə məşğul olanlar, məktəbə yola düşənlər, istər məktəblilər, orta ixtisas tələbələri, ali məktəb tələbələri, hər birinə zehin açıqlığı, yol açıqlığı arzulayıram. Bu həftədə çoxlu uğurlar qazanmış olsunlar. Bununla yanaşı isə bu günlərim kimlərin rəhmətə gedəni var. Allahdan rəhmət diləyirəm, hər birinə səbir diləyirəm. Kimlərin xəstələri var, Allahdan şəfa diləyirəm. O cümlədən bütün xəstələrə də, qazilərimizə də can sağlığı, şəfa diləyirəm. Bu günlərim kimlərin, yəni 19 yanvar günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Onları təbrik edirəm. İstədikləri həyatları yaşamaları arzulayıram. Və 19 yanvar günüdən 20 yanvar gününə keçən gecə 1990-cı ildə 20 yanvar faciəsi baş verdi. 20 yanvar faciəsi bugün də Azərbaycan xalqının yaddaşında yaşayır və yaddaşından çıxmamışdır və heç vaxt da çıxmayacaqdır. Və arzu edirəm ki, nəinki Azərbaycanda, bütün dünyada heç vaxt heç bir faciə olmasın. Qərənfil şəhid qanı, ağla qərənfil ağla, ağla inlət meydanı, ağla qərənfil ağla. Şəhidlər xiyabanı, müqəddəsant yerimiz, mərmər daşlara hopub, bayatımız, şeirimiz. Belə bir şeir demiş oldum və sonuncu şeir də Rafiq Yusifoğlu'nun idi müəllif olaraq və 19 yanvar 1853-cü ildə Giuseppe Verdi'nin Turbodur operasının ilk tamaşası keçirildiyi gündür. Bununla yanaşı 19 yanvar 1903-cü ildə Tour de France Velosiped yarışına start verildiyi gündür. 19 yanvar 1965-ci ildə Naxçıvan, Borogorsk, sonra Sevsk və Sibir balıqçı gəmilərinin Bering dənizində qəzaya uğraması nəticəsində 100 nəfərin həlak olduğu gündür. Bununla yanaşı isə 19 yanvar 1944-cü ildə 2-ci Dünya müharibəsində Sovet qoşunları Novgorodu azad etdikləri gündür. 19 yanvar bununla yanaşı 1993-cü ildə Azərbaycan Respublikası ilə Qırğızistan arasında diplomatik əlaqələr qurulduğu gündür. 19 yanvar günündə 1990-cı ildə 18 yanvardan 19 yanvara keçən gecə demək İran və Sisirdə insanlar deməli sərhədlərin dağıdılması nəticəsində milli təşəbbüskeşi ilə minlərlə insan İran tərəfə qaçdığı gündür. 19 yanvar 2007-ci ildə isə demək erməni əsilli türk jurnalisti Hrant Dink'in İstanbulda qətlə yetirildiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.